Kombidə artıq fan çox səsli küylü idi. Onu təmizlədik. Dərmanla vurduq. Hələlik vəziyyətdə işləyir. Biraz səsi var. Amma hələlik işləyəcək. Amma şeyləri artıq balansları itir. Yəni getdikcə fan bir müddətdən sonra sıradan çıxmağa başlayacaq. Dəyişildi doldurma kranı. Doldurma kranından buraxırdı. Təzyiq tez-tez oynayırdı. Təzyiq tez-tez oynadığına görə də təzyiq qaldırırlar. O da müəyyən hissələrdən vurub çıxırdı. Bunu belə deyək, hava prijoru bağlı idi. Çox vaxt hava prijoru bağlı olanda ümumiyyətlə kombilərdə bu hava prijoru açıq olmalıdır. Hava prijoru bağlı olanda sistemdə yaranan hava təzyiq vurub başqa bir yerlərdən fəsad törədir. Yəni hansı bir saniliklərdən və yaxud da hardansa və yaxud da doldurma kranının sanikini vurur, zədələyir. Oradan sulanmağa başlayır. Yəni ona görə də kombilərdə mütləq bu hava prijoru açıq olmalıdır.